Ötən reportajlarımızda artıq Nərimanov rayonunun Ülvi Bünyadzadə, şəhid Ülvi Bünyadzadə adına verilmiş küçə ilə bağlı məlumat vermişdik. Buradakı vəziyyət heç də ürək açan deyildi. Yağışın yağması isə daha bərbad vəziyyət yaradıb, amma deyəsən aidiyyatı qurumlar hələ bu barədə düşünmək belə istəmirlər. Deyəsən belə getsə bu küçənin şəhid adına layiqli şəkildə bərpası mümkün olmayacaq. Məsələni araşdırmaq üçün üz tutduq Nərimanov rayon bələdiyyəsinə. Şəhidimizin adını daşıyır, amma yoldakı vəziyyət tamamilə bərbad vəziyyətdədir. Yəni kadrlarımız artıq var. Demək, həmən bu yaxınlarda, həmən Ülvi Bünyadzadə küçəsində 380 kvadrat metr asfalt örtüyü çəkilib biz tərəfdən. Bütün onu birbaşa təmir eləyə bilmədik, gücümüzdə deyil, ancaq həmən küçəyə baxa bilərsiniz. Hesabatımızda var, Ülvi Bünyadzadə küçəsi. Dəqiq sənin vaxtını deyərəm sizə. Kanalizasiya sistemi biraz bərbad vəziyyət, su qalır orada. Ola bilər, ona görə dağılıb, indiki bax siz çəkibsiniz. Amma bu yaxınlarda biz oranın bəzi yerlərini təmir eləmiş. Əsaslı olmasa da, bəzi yerlər təmir olunur. Hörmətli Akif müəllimin dediklərindən məlum olur ki, şəhidlərin adına olan küçələr xüsusi nəzarətdə saxlanılır. Atalar demiş, görünə kəndə nə bələdçi. Onu da deyək ki, bələdiyyənin fəaliyyət göstərdiyi binanın da vəziyyəti heç ürək açan deyil. Özü işlədiyi yeri səliqəsiz və bərbad vəziyyətdə saxlayanlardan əslində küçələrin abadlığına diqqət yetirməyi gözləmək gülüncdür. Problemin kökünü araşdırmağı davam etdirib, indi də Nərimanov rayon icra hakimiyyətinə yollanırıq. Bizi əli cibində qarşılayan təsərrüfat şöbəsinin müdiri Hüseyn Cəfərovdan küçənin niyə belə vəziyyətdə olduğunu soruşuruq. Şəhidimizin adını daşıyan küçə tam yararsız haldadır. Razısınız bizlə? Yararsız vəziyyət eləməzdim, amma problemlər var. Bir dəfə bu yaxınlar təmir olunubdur. Küçənin hərəkət hissəsi təmir olunubdur. Sadəcə ağır tonajlı maşınların təsirindən yenə batan hissələri var. Təmir olunacaq. Yağışlı hava nədənsə icra hakimiyyətinin ətrafında abadlıq işlərinin aparılmasına mane olmuyor. Yəqin ki, icra hakimiyyətinin binası Ülvi Bünyadzadə küçəsində yerləşsəydi, istənilən hava şəraitində buradakı təmir bərpa işləri canla başla yerinə yetirilərdi. İcra hakimiyyətinin qarşısında abadlıq işləri geçsə də, bax, şəhidimizin adına olan küçələr bərbad vəziyyətdədir, hansı ki, burada məhz bu küçədən sakinlər istifadə edir. Müstəqilliyimiz uğrunda mübarizə aparan və şəhid olanların xatirəsi dövlət rəhbəri tərəfindən hər zaman yüksək qiymətləndirilir. Amma təəssüf ki, bəzi aidiyyatı qurumlar bu məsələdə nə vətəndaş, nə də məsul şəxs kimi öz vəzifə borclarını layiqincə yerinə yetirmirlər. Hələ mövzuya qayıdacağıq. Vüsal Qaraca, Ziyallah Yarov, Lider TV.